Salam, hörmətli kanal izləyicilərimiz, Günəş mən sizi Masalır qəsəbəsindən Cantəpə ərazisindən belə bir gözəl bir 2 mərtəbəli evimizdən mən sizi danışırdım. Evimizin içində yekunlaşma işləri gedir. Qoşadaşlı inşa olunub, 20-nin 40 kəmərdir, 40-ın 50-yə fundament hörmətli kanal izləyicilərimiz. Belə bir gözəl bir qonaq otağıdır, bir daha görsədim. Qiyməti çox sərfəli bir qiymətdir, 65.000 manata belə bir gözəl bir evimiz satılır. Burası yataq otağının biridir. İkinci mərtəbədə qonaq otağı, yataq otağımız, mətbəximiz, yataq otağımız və sadəcə sanitar qoşulmamızdır. Xırdapar işləri qalıb ki, bunlar tamamlanır. Pəncərə düşən tərəf, düşməyən tərəf qoşadaşla inşa olunub. Və hətta görə bilərsiniz ki, işıqla yandırmadan belə evimiz işıqlıdır. Bütün pəncərələrin qarşısı açıqdır. Bax, belə bir evimizin yataq otağı kombi sistemi çəkilib, elektrik sistemi çəkilib. Evin evin arasında məsafəsi 2 metrdən çoxdur, 3 metrdən çoxdur. Evimizdə kərpiç istifadə olunmuyor, yalnız ancaq kubikdən daşın tikintisi olub. Burası evimizin mətbəxidir. Mətbəx yetərincə genişdir. Yəni burada mətbəx bir yığıldan savaya stol-stol qobrasını nahar edə bilərsiniz. Xodmani əhtiyan sahəsi var və birinci mərtəbəsi həm qaraj kimi də istifadə edə bilərsiniz və yaxud da istəyə görə ev üçün də istifadə edə bilərsiniz. Və burada da elektrik ayrıcıları mən sizə göstərdim. Bütün otaqlar, bütün razvetka atdeyinə gedir. Evimiz yenə xatıram tamamlamış işlər gedir ki, onlar tamamla veriləcək. Pəncərələr şəbəkə pəncərədir. Pilləkənlərin balyansları fırılıb veriləcək hörmətli kanal izləyicilərimiz. Burası isə evimizin giriş qapısı və burada isə göstərdim sizə. Həm otaqlar da burada mövcuddur. Solda yəni bir otağımız, yəni sanitar qoşulmamız mövcuddur. Burası isə qarajdır. Yəni istəyə görə burada birbaşa otaqda düzəldə bilərsiniz. Yəni alıcının öz istəyini asılıdır. Qiymət bir də xatam 65.000 manata belə bir gözəl bir evimiz satılır. Sözsüz ki, real alıcılarına yenə də endirim olacaq. Bütün evin altı rahatsından gəzmək olur. Hörmətli kanal izləyicilərimiz. Aşağı da qoşadaşla inşa olunur. Bax gördüyünüz kimi perqarat qalan kimi qoşadaşla inşa olunur. Əlavə məlumat üçün zəhmət bərabərsiz kanalımıza abunə olmağı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxan evlərin birinci növbədə siz tanış ola biləsiniz.